Turan azarkeşlərini təbrik eləyirəm. 32 il həsrətdən sonra Avrokuboklardayıq. Şəhərimizə yeni bir sevinç, yeni bir həyəcan gəldi. Bugün biz futbol festivalını yaşadıq. İlk başda baş məşqçimizə, oyuncularımıza, ən çox da azarkeşlərimizə minnətdarım. Onları bu il çox üzdük. İnanıram ki, belə xoş nəticə ilə sevinclərinə səbəbiyyət verərik. Və azarkeşlərimizə bir sevincimiz var. Əlimizdən gələn hər bir şey eləyirik ki, ilk Avrokubok oyununu Tovuz şəhərində keçirək. Onların bu il boyu bizim həsrətimizdən, bizdə uzaq qaldığının əvəzinə onlara Avrokubok oyunu hədiyyə eləyək. Bütün turançıların gözü aydın olsun. Xüsusən bölgə rayonlarından dəstək istəyirik. Ağstafadan, Qazaxdan, Gədəbəydən, Şəmkirdən, Tovuzdan. Tovuz tək bir şəhərin komandası deyil, bütün qərbin komandasıdır. Hər kəsi təbrik eləyirəm, gözümüz aydın olsun, bayramımız mübarək.